Quranın ərəbcə nazil olması, namazın ərəb dilində qılınması və bu cür məsələlər barəsində. Və bu insanlar təbiidir. İndi biz demirik ki, mütləq gərək ki, bütün insanlar ərəb dilini bilsin, Quranı anlasın. Təbiidir, müəyyən dillərə tərcümə olunubdur, müəyyən dillərdə izah olunubdur. İnsanlar burada verilmiş məna etibarı ilə, yenə deyim ki, fitrətə uyğun olan bir mesajı oradan götürə biləcək. Təəssüflər olsun ki, bilirsiniz, bəzi hədislərdə çıxdı ki, ərəb dilinin cənnət dili olması, nə bilim, ərəblərin üstünlüyü, o təəssübkeş. Bəlkə də məntiq oxuyanlar çox gözəl bilirlər ki, məntiqdə belə bir qayda var. Deyirlər ki, qaviyyə həqiqiyyə. İndi belə bir nəticə əldə ediblər ki, biz də öz dilimizdə namaz qılmalıyıq. Allahın salamı, rəhməti və bərəkəti siz əzizlərə üzərinə olsun. Bugün də ənənəmizə sadiq qalıb yeni mövzumuza keçid alırıq. Bugün biz Quranın ərəbcə nazil olması, namazın ərəb dilində qılınması və bu cür məsələlər barəsində dəyərli qardaşım, din xadimi Hacı Atif İsmayılovla müzakirə edəcəyik. Məsələn, giriş üçün deyim ki, Allah Teala Yusif surəsi 2-ci ayəsində deyir ki, Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna ənzəlnahu Qur'anan Arabiyyan la'allakum ta'qilun. Biz onu ərəbcə Qur'an şəklində nazil etdik ki, bəlkə siz ağlınızı işlədəsiniz. Və ya Rə'd surəsinin 37-ci ayəsində oxuyuruq ki, və kəzəlikə ənzəlnahu hukmən Arabiyyan. Və beləcə biz onu ərəbcə hökm şəklində nazil etdik. Və la inittəba'tə əhva'əhum ba'də ma ca'əkə minəl ilm. Əgər sənə elm gəldikdən sonra onların həvəslərinə, meyillərinə tabe olsan, mələkə minəllahi min vəliyyin və lə vaq. Daha Allahdan başqa sənin bir vəlin və mühafizə edənin olmaz, yəni tapa bilməzsən. İndi biz də bu məsələ barəsində müzakirə edəcəyik. Nə üçün Quran ərəbcə nazil olub? Ümumiyyətlə, Quranın ərəbcə nazil olması nə deməkdir? Son zamanlar bəzi tərcüməçilər də var ki, deyir ki, ərəb sözü orada əslində başqa mənadadır. Belə təvil etmək istəyirlər. Buyurun, müqəddimə olaraq. Çox sağ olun, minnətdaram. İlk öncə, yəni biz hamımız bilməliyik ki, Allah Təbarək və Teala'nın təbiidir, müəyyən bir dili yoxdur insanlarla danışmağa və hətta səhv etmirəmsə, dəyərli alimlərimizdən biri öz təfsir kitabında bu cür qeyd edir ki, Allah Təbarək və Teala'nın insanlara Quran-ı Kərimlə göndərdiyi bütün mesajların bir dili var, o dildə fitrət dilidir. Gözəl. Yəni, hər bir insanın fitrəti fərq eləməz. Fitrət bütün bəşərdə, bütün insanda eynidir, amma dilləri müxtəlif ola bilər. Əslində, xitabda məqsəd fitrətə toxunmaqdır. Nəinki bir insanın danışıq dilində onu izah etmək. Ona görə Quran-ı Kərimin çox ayələrində biz baxsaq görərik ki, Quran-ı Kərimin verdiyi mesajlar və yaxud da ki, ayələr ona görə ümumi bəşəri hesablanır ki, burada fitrət meyar götürüb deyə, bu fitrət də ki, eynidir, bütün insanlar bu fitrətə dönüş etsə, həqiqəti tapa bilər. Bu birinci müqəddimə. İkinci, bir çox ayələrdə, indi konkret net qeyd edildiniz ki, müəyyən yerlərdə böyük ki, Qur'anan ərəbiyyən. Yenə dediyim kimi, orada biz Quranla, kitabla, zikrin fərqini verəndən sonra deyərik, niyə orada Qur'anan ərəbiyyən dedi. Amma çox yerlərdə böyük ki, və mə ərsəlna min rəsulun illə bil lisani qavmihi. Lisan deyəndə burada heç də bizim başa düşdüyümüz bu dil, yəni orfoqrafi nöqteyi nəzərdən dil nəzərdə tutulmur. Elə bu lisandakı məqsəd hər bir qövmün öz fitrətinə uyğun, öz anlamına uyğun, öz tutumuna uyğun Allahın bir mesajları var. Bəlli məsələdir ki, yəni tarixi nöqteyi nəzərdən baxsaq ki, Həzrəti Peyğəmbər Səlavatıllahın bu peyğəmbərliyə gəlməsi bu ərəb coğrafiyasında olduğuna görə Peyğəmbərin müxatabı kim idi o zaman? Bəlli məsələdir ki, müxatabi ətrafında yaşadığı insanlar olduğuna görə Allah Təbarək və Teala da elə o Peyğəmbərin içindən o dilə o ayələri çevirib Peyğəmbər vasitəsilə bunu insanlara çatdırmaq istədi. Amma orada Quran-ı Kərimin ərəb dili olması üçün hətta bəziləri ki, bu yalnız ərəbə məxsus, çünki ərəb dilində gəlir. Əslində o deyil. Yenə qeyd etdiyim kimi, müxatab olan insanlar Peyğəmbərin ətrafında ərəb
olduğuna görə, o coğrafiyada olduğuna görə Allah Qurani-Kərimi, yəni həmin o vəhyi götürdü peyğəmbər vasitəsilə onlara o cür çatdırıldı və bu da Qurani-Kərim şəkildə nə oldu? Təqdim olundu insanlara. Amma yenə dediyim kimi, hansı dildə olursa olsun, əsas məqsəd orada insanlara olunan xitabdır. Və bu insanlar təbiidir. İndi biz demirik ki, mütləq gərək ki, bütün insanlar ərəb dilini bilsin, Quranı anlasın. Təbiidir, müəyyən dillərə tərcümə olunubdur, müəyyən dillərdə izah olunubdur. İnsanlar burada verilmiş məna etibarı ilə, yenə deyim ki, fitrətə uyğun olan bir mesajı oradan götürə biləcək. Allahın da belə bir qanunu var da. Qanun da bundan ibarətdir ki, ümumiyyətlə göndərilən peyğəmbərlər, yəni məsələn, tutaq ki, biz sual edək ki, Musa peyğəmbər hansı dildə öz qovmu ilə danışıb? Bəli. Bu da mı ərəb dilində olub? Xeyr. Yaxşı, Musa peyğəmbərin zamanında ətrafında yaşayan insanlar desin ki, hə, bu kitab İbrani dilində gəlməyib deyə, bu bizə aid deyil. Və yaxud da ki, Yusuf peyğəmbərin zamanında olan dil hansı dil olubdu, hansı dildə danışıblar. Onun ətrafında olan insanlar deyə bilərmi ki, valla bu kitab ərəb dilində nazil olub deyən, onun bizə aidiyyəti yoxdur. Ona görə ərəb dili, yenə dediyim kimi, Peyğəmbər sallallahu zamanında yaşadığı mühitə uyğun olaraq o məlumatı o dildə insanlara ötürməkdən ötürü və illə həqiqi dil, Quranın dili nədir? Fitrətdir. Fitrətdir. Çox gözəl. Təəssüflər olsun ki, bilirsiniz, bəzi hədislərdə çıxdı ki, ərəb dilinin cənnət dili olması, nə bilim, ərəblərin üstünlüyü, o təəssübkeş. Və bu, ola bilər ki, bu söhbətlərin qeyri-səmimi fəhm olunmasında rol oynadı. Bəziləri vardı, filan dil cəhənnəm dili olacaq, nə bilim, filan dil cənnət olacaq, bunlar ən üstündür, bunlar ən üstündür. Belə-belə təbliğat aparanlar oldu. Ancaq biz Quranda görmürük belə bir şey ki, Allah ərəblərin kimlərdənsə üstün olduğunu bildirsiniz. Bayaqları çox gözəl dediniz. Məsələn, mən məşhur bir ayədir, Fussilet surəsinin 44-cü ayəsində deyir ki, biz əgər Quranı əcnəbi, yəni əcəmi, əcəmdən ərəb olmayan bir dildə nazil etsəydi, onlar mütləq ayələr niyə bizə deyir ətraflı izah olunmadı? O Fussilet. Niyə görə olmadı deyəcəklər. Ərəbcən olmayan kitab və ərəb peyğəmbər, yəni deyəcəkdilər. Təxminə indi mənacam baxımdan dedim. Mən bir gözəl bir dəlil keçdi əlimə. Deyir, o dövrdə ən aktual təəssübkeş, mühafizəkar xalqlar, millətlər arasında ərəblər idi. Bir dənə bizim coğrafiyamıza baxılan hacı. Məsələn, bəziləri deyir ki, Avropaya inteqrasiya edir. Bəziləri, məsələn, biz özümüz neçə dəfə yazılı əlifba dəyişdirmişik. Bir dənə lazım idi ərəblərin təəssübü ki, onlar Quranı mühafizə etsinlər, təhrifdən uzaq. Fikir verin, indi 21-ci əsrdə ərəb yenə də qədim paltarında gezir, yenə də öz ənənələrini qoruyur, o təəssübkeşlikdə. Harası inteqrasiya etmək fikri yoxdur. Gəlsinlər mənə inteqrasiya eləsinlər də, bu fikirləndilər də. Yəni, bəzən ərəb dili həmçinin xalq olaraq təəssüblə qorunub, bizim dövrə gətirib çıxarılmasında da rolu olub ki, məsələn, Hindlər inteqrasiya ediblər, mədəniyyətlərini itiriblər, nə bilim, başqaları. Ona görə buna bir ikrahla yanaşmaq da lazım deyil. Ərəb dilində, niyə görə ərəb dilində olsun? Və ya çox gözəl dediniz. Bu da o demək deyil ki, ərəblər belə ən ali məqamdadılar deyə Allah o dildə nazil edib. Fitrət dili çox gözəl edib. Digər bir əlavələr ilə sizə. Buyurun. Allah kəlamı təbiidir, həddən artıq, çox dərin və eyni zamanda çox, belə deyim də, mənalı bir, belə deyim də, mənbə olduğuna görə, yəni biz bunu həqiqətən də təəssübkeşlik baxımından demirik. Dillər içərisində ən zəngin dil hansı dildir? Bəli. Həqiqətən də ərəb dilidir. Dillər içərisində ən zəngin dil ərəb dili olduğuna görə bu ilahi zənginliyini özündə ehtiva etmək üçün ən uyğun, münasib metod, ötürmə metodu bu idi. Bəli. Məsələn, mən deyərdim də, mən ərəbində özü də gözəl bilirsiniz ki, bir sözü, yəni 3 dənə hərfi götürüb elə səpələ yerə, bunlar yanbayan qalırlar, bir söz bizə ifadə edəcək. Amma başqa dillərdə bu yoxdur. Yox. Və bunu da nəzərə alaq ki, ilahi marif zəngin olduğuna görə mütləq o zənginliyini özündə ehtiva edən bir xitab dili olmalı idi. Ona görə də hansı dövrdə, hansı zamanda, hansı, nə bilim, coğrafiya yaşamasına baxmayaraq, fərz edin ki, həmin ərəb dil bizim öz ana dilimiz olsaydı burada, yenə də xitab həmin
dildə seçilərdi. Çünki o dili əvəz edən ikinci bir dil yoxdur zənginlik baxımından. Və ilahi kəlamlarda, Allahın Quranda həddən artıq zənginliyi o qədər dolğundur ki, mən deyərdim ki, yəni bu artıq onu tamamlamaqdan ötürü o dilin seçilməsi daha məntiqə uyğundur. Elədir, elədir. Hətta ön qoşmaların üzərində indiyənə qədər mübahisələr gedir ki, məsələn, min. Bəli. Nə bilim təbiiziyyədir, yoxsa nə bilim nədir. Adicə bir ön qoşması belə müxtəlif mənalarda olur. Sizin o qeyd etdiniz, mən bir dəfə bir ziyalının bir moizəsinə qulaq asırdım. Qayıt dedi ki, Allah insanı cəhənnəmə salmaz. Argumenti də bundan ibarət oldu ki, ona görə Allah Quranda buyurur ki, fənəfəxtu fihi min ruhi, öz ruhumdan öfürdüm. Əgər buna öz ruhundan üfürübsə, deməli bu öz ruhunu cəhənnəmdə yandırmaz. Orada həmin o min sözünün, belə deyim də, bizim Azərbaycan dilində də tərcüməsinə görə, damdan şəkilçisinə görə, ifadə etdiyinə görə, bəli. Amma sən gələsən ərəb dilində min sözünün həqiqi mənalarına vursan, əslində Allah buyuranda ki, fənəfəxtu fihi min ruhi, orada min ibtida mənasında. Yəni ruhun başlanğıcı kimə məxsusdur? İbtidası Allahdandır. Yəni nəinki mənim öz ruhumdandır. Və yaxud da ki, bir yerləri dəyərli qardaşımız da dedi, bu məsələyə də bəlkə də ayrıca da toxunarıq. Ən çox Ətiullaha və Ətiur Rasulə və ulil əmri minkum ayəsində ki, sizin içinizdən olmalıdır. Ona görə bir çoxlar deyir ki, yəni içimizdən olması budur ki, bugün məsələn biz kim olur olsun. Kim olur olsun. Amma əslində o minin mənalarının daha dəqiqinə baxsan, dərinliyindən biri budur ki, ona deyirlər minil ivaviyyə və yaxud da minil bədəliyyə. Allaha itaat edin, Rəsuluna itaat edin və bu iki insan, bu iki varlıqları əvəz edəcək. Onun bədili. Orada ulil əmr içinizdən olan deyil, bədil mənasında. Yəni Allahı, peyğəmbəri əvəz edən. Allahı və peyğəmbəri əvəz edən insanlarda mütləq şəkildə müəyyən xüsusiyyətləri özündə daşımalıdır ki, hətta Allahı və peyğəmbəri əvəz etsin. Necə ki, peyğəmbər Allahı əvəz eləyir də. Müəyyən yerlərdə Allah konkret buyurur ki, ona itaat edin, sanki mənə itaat etmiş olursunuz. Burada da indi peyğəmbəri də və yaxud da ki, Allahı da əvəz etməkdən ötürü ulil əmri minkum, yəni bu ulil əmr onların əvəzi sayılan. O əvəzi sayılanda mütləq bir müəyyən şərtlər qoyacaq ortaya. Yəni kim kimin əvəzi ola bilər? Şərtləri ora qoyanda bəli, tam məna etibarından bilirsən ki, ulil əmr kim ola bilər? Və yaxud da ki, hansı insanlar ola bilər? Ona görə deyirəm ki, bəli, ərəb dilinin zənginliyinə görə, məna etibarından o ilahi kəlamı özündə sığışdıra biləcək yeganə bir dil olduğuna görə müxatabi Allah o dildə seçdi peyğəmbər. Gözəl. Yəni həqiqətən indi əziz izləyicilərə də deyirik ki, bu minin necə olmasın kim təyin edir? Mən öz zövqümə görə təyin etməliyim. Xeyr, sözsüz ki, Allah Rəsulu bunu bizə öyrədir və biz Allah Rəsulundan və onun canişinlərindən soruşmalıyıq ki, bu məsələ nətərdir? İndi bu namaz məsələsi ilə bağlı bir zəruri bir şübhə irəli sürülüb ki, Musa Peyğəmbər hansı dildə namaz qılırdı, İsa Peyğəmbər hansı dildə namaz qılırdı. Son Peyğəmbər də sözsüz ki, ərəb olduğuna görə ərəb dilində də namaz qılıb. İndi belə bir nəticə əldə ediblər ki, biz də öz dilimizdə namaz qılmalıyıq. İndi Quran sözsüz ki, indi izah elədiniz. Bəs namaz barəsində nə əlavələriniz olardı? Çox doğrudur. Bu biraz bəlkə də elmi metodla bunu mən izah edeyim, sonra misalını çəkəcəm. Bəlkə də məntiq oxuyanlar çox gözəl bilirlər ki, məntiqdə belə bir qayda var. Deyirlər ki, qaviyyə həqiqiyyə, qaviyyə şəxsiyyə. Bu iki tipli təbirlər keçir. Məsələn, Quran-ı Kərimdə, Quran-ı Kərimi qoya-qoya Peyğəmbər Səlavatıllahdan hədis və rivayət gəlir və yaxud da Quranda da var da, deyir ki, sədəqə verin. Bəli. Bu sədəqə verin sözün deyəndə sədəqənin ünvanını həyata keçirə biləcək hər hansı bir şey olsa sədəqə ünvanına daxil olur. Çünki Peyğəmbər buradakı hökmü verəndə qəsdi ünvan olub, yəni predmetlər olmayıb. Konkret onun predmetləri müəyyən etməyib. Desədi ki, siz yalnız və yalnız sədəqəni xurmadan verin, onda onu dəyişmək nədir? Mümkün olmazdı. Sadəcə buyurdu ki, Allah yolunda nə verin? Sədəqə verin. Yəni bizə bugün o sədəqə ünvanını həyata keçirə biləcək hər hansı bir predmet olarsa, o artıq öz əksini tapır. Amma şəriət məsələsi ünvanın həyata keçirilməsi deyil. Yəni o mistaqın, o predmetin də müəyyən olunmasıdır. Peyğəmbər buyuranda ki, namaz qılın, təbii də insanlar birinci Peyğəmbərdən soruşacaqlar ki, necə qılınır? Yaxşı, bu namazın
belə deyim də bir keyfiyyəti olmalıdır, bir forması olmalıdır. Əgər Peyğəmbər sallallahu bunun formasını insanlara müəyyən eləyib deyibsə, deməli orada məqsəd Peyğəmbərin o predmeti necə göstəribsə və hansı formada icra edibsə, onu yerinə gətirməklə sən namazı yerinə gətirə bilərsən. Və illə boş sözlə desək, bunu da qeyd edim, bir çoxları təəssüflər olsun ki, salat sözünü dua sözündə götürürlər. Elə buradan deyirəm, əllərində Quran olsun, Quran-ı Kərimi götürsünlər, baxsınlar. Quran-ı Kərimdə salat sözü iki formada yazılır. Bir əliflə yazılır, bir də vavla yazılır. Bəlkə diqqət eləmisiniz. Vavla yazılan salat sözündə məqsəd hərəkətləri bəlli olmuş, rükû, səcdədən ibarət olan feilin özüdür. Amma əliflə ifadə olunansa dua mənasını daşıyır. Bəli. Bir çox Quran-ı Kərimdə salat, məsələn, xuz min əmvalihim sadaqatan fasalli aleyhim. Düzdür? Həmin bu salat sözünün kökü əliflə gələn salatdır. Əgərləri əliflə gələrsə dua xarakteridir. Amma vavla gələrsə xüsusi hərəkətlərdən ibarət olan bir şeydir. Bəli. Peyğəmbər sallallahu da birinci bu xüsusi hərəkəti müəyyən edibdir. Rüküsü, səcdəsi filanı və eyni zamanda bircə kəlmə istifadə edib də mən həmişə deyirəm ki, kim ki deyir ki, Qurandan mən dəlil gətirərəm, Peyğəmbər necə və nə cür namaz qılıbsa, mən deyirəm ki, bu iddia batildir. Çünki biz Qurandan Peyğəmbərin necə və nə cür ayə tələb etməyimiz özü absurddur. Niyə görə? Peyğəmbərin bir sözü var. Mənim necə və nə cür namaz qıldığımı görürsünüzsə, o cür qılın. Təsəvvür elə, bir insan 10 ildir, bir cəmiyyətlə eyni formada namaz icra edir. Sonra Allah Quranda ayə nazil etsin. Desin ki, yox, yalnız namazı bu cür qılın. Yəni ona əgər Peyğəmbər insanlarla arxasında milyon insanlar varsa, bununla o namazı o cür idarə edirsə, o cür qılırsa, deməli onun hərəkətləri bəllidir. Yaxşı sözləri, məsələn, bir sıra insanlar çıxır ki, yox, sözləri ürəyiniz istədiyiniz kimi qıla bilərsiniz. Biz deyirik, xeyr. Çünki Peyğəmbər onu necə müəyyən eləyibsə, elə məhz ərəb sözləri ilə və eyni zamanda rüküsü ilə, səcdəsi ilə bir yerdə Peyğəmbər necə müəyyən edilibsə, biz onu o cür həyata keçirməliyik. Bu sənin ixtiyarına buraxılmış sədaqə meyarında olan bir şey deyil. Necə istədən o cür verə bilərsən. O namazla duada gözəl bir yəni fərq qoydunuz, o çox gözəl idi. Bir məsələ var ki, biz bilirik ki, Quran, onun əsas komponentləri namazda var. Qiyamı var, rükusu var, səcdəsi var, qiraəti var. Müəyyən ayələrdən bilirik ki, namazda biraz Qurandan oxumaq lazımdır və ya zikirlər var. Biz görürük ki, namazda qıldığımız, etdiyimiz zikirlərin böyük əksəriyyəti 95%-dən çoxu Quranda var. Yəni Quranda olandır. İndi belə bir təcrübə vardı, deyəsən Türkiyədə. O vaxt deyirdilər ki, neçə illər bundan qabaq ki, azan türksən verilsin. Məsələn, Allahu Əkbarı, Allah uludur kimi verirdilər. Hələ təyin olunmayıb ki, Əkbar sözünü mən necə verim? Bəli. Uludur versən, adicə bir hədis var idi ki, imam eşitdi bir müəzzin Allahu Əkbar təkbir deyir. Dedi, nə deyirsən? Allahu Əkbar. Allah ən böyüdür. Deyir, Allah nədən böyüdür? O da çaşşı qaldı, bilmədi nə deyir. Yəni Allah nəsə forma baxımından kimdənsə böyüdür axı. Allah yəni ona edilən hər bir vəsflərdən böyüdür. İndi bir dənə əkbar sözü bu qədər anlam daşıyır. Mən uludur desəm, onu məhdudlaşdırdım. Və ya adicə Elhamdülillahi Rabbil aləmin. Tərcümə eləsə deyərik ki, həmd aləmlərin Rəbbinə məxsusdur. Həmd də ərəbcədən bizə keçmədi. Allah da, Rəbb də, aləm də. Daha nə oldu? İndi bilirsiniz, nətər, yəni mən o orijinallıqdan özümü qopartmış oldum. Necə 5 dənə Quran tərcüməsini qoy, hərə bir cür tərcümə edir. İndi siz Azərbaycan dilində namazı qılaq dedikdə siz cəmaatı ixtilafa çəkirsiniz. Hərə necə istəyir qılsın. Bu deyəcək ki, mən bu cür düz bilirəm, bir də bu cür düz deyirəm. Amma bir də duada da gözəl deyirik ki, amma duada məhdudiyyətimiz yoxdur. Yoxdur. Duada nə deyir də deyirsən? Allah başa düşür. Amma Quran ki, orijinaldır, zikirlər ki, bunlar hamısı hesablanıb, onlar gərək o qaydada da olsun. Konkret ayələrimiz var, yəni bunu tamaşaçılar da diqqətlə yəni, izləsinlər və gedib Quran-ı Kərimi açsınlar. İki şeyi, Allah bir namazdır, bir də zəkatdır. Yəni görürsünüz, Quran-ı Kərimdə bunlar keçir. Bu iki şeyi təqdim edəndən sonra mütləq onun ardıca əmr edir ki, Peyğəmbərə tabi olun. Bu iki şeydə mütləq insanlar Peyğəmbərə tabi olmalıdır. İstər zəkatın verilməsində, istər namazın necə və nə cür qılınmasında. Bu iki şey
biya qeyd etdiyim kimi, yəni ritual olaraq, əməli xarakteri daşıdığına görə ayələrimizdə də buyurur ki, zəkat məsələsi ilə namazın qılınma məsələsi, istər dil baxımından olsun, istər hərəkətlər baxımından olsun, zəkatın nədən verilməsidir və necə verilməsidir. Bu iki şeydə mütləq insan gərək nəyinə tabe ola, peyğəmbərinə tabe ola. Mən də günlərin bir günü bir yerdən gəlirdim, bunu da din verilişimizi yekunlaşdıraq. O vaxt saqqal saxlamaq mod deyildi də indiki. İndi zamanlar hamısı saxlayır. O vaxt saqqal saxlayana sırası baxanda dedilər ki, sən mollasan. Mollasan. Mən də təsadüfən hava peymanla gəlirdim, belə deyək, samolyotla gəlirdim. Dostlarım biri ilə yolda, aeroportların birində rastlaşdıq. Bu mənə saqqalım olduğuna görə yaxınlaşdı ki, sən din əhlisən, dedim, bəli, dedi. Sən nətər baxırsan bu namaz qılmağına, biri belə qılır, biri elə qılır, biri əli bağlı, biri əli açıq. Mən ona bir söz dedim. Dedim, əgər bu sözün biz tarixi nöqteyi nəzərindən araşdırmaq olsa, gərək biz bu aeroportda saatlarla oturaq, danışaq. Amma mən sənə bir dənə sual verirəm. Bu sual düşündürücü sual deyil, yoxsa yox. Dedi, buyur. Dedim ki, təsəvvür elə ki, İslamda Peyğəmbər salavatla 23 il əziyyət çəkib insanlar üçün. Bunun 13 ilin çıxırı Məkkə dönəmində olub. 10 ildə Mədinədə Peyğəmbər namaz qılıb. Peyğəmbər Mədinədə namaz qılıb və arxasında nə qədər insanlar olardı? Deyir, nə bilim, 10 min, 20 min. Dedim, neçə il? Dedi, 10 il. Dedim, necə ola bilər ki, Peyğəmbər 10 il arxasından minlərlə insanlar ola-ola gündə 5 vacibi namazda bir yerdə qılıblar. İndi sən gəlib mən sual versən ki, görəsən Peyğəmbər necə namaz qılıb? Yəni bu sualın yeri varmı? Bunu bir nəfər adam görmədi, 2 nəfər görmədi, 3 nəfər görmədi, 1000 nəfər unutdu, 10.000 nəfər unutdu. Gündə Peyğəmbər, hətta tarixdə də qeyd edirlər ki, Peyğəmbər namazda özü üçün nafilə namazlarını qılanda belə gəlib ona qoşulmaq istədilər. Dedi ki, bu nafilə də ayrı qal. Yəni Peyğəmbərlə gündəlik vacibi namazları yerinə yetirən insanların arxasında nə qədər cəmaət durar? Bir dənə cümə namazında müəyyən insanların arxasında 5000, 3000 adam durur. Peyğəmbərin arxasında 10 minlərlə insanlar durur. Peyğəmbər 10 il praktiki olaraq onlara göstərir. Sən gəlib mənə sual versən ki, Peyğəmbər görəsən necə namaz qılır? Yəni bunun yeri yoxdur. Və yaxud da bunun üçün konkret bir ayənin gəlməsinin yeri yoxdur. Çünki kişi sənə praktiki olaraq onu göstərir də. Ona görə təsvirlər olsun ki, Peyğəmbər səllavatullahın necə, nə cür və hansı formada namaz qılması fakt özünü tam göstərir. Amma sonradan bu müəyyən ideyalar ki, ortaya çıxdı, insanların zehnində şübhə yaratmaqdan ötürü biraz da problemlərimiz gündən-günə çoxaldı. O qəşəngdir. İndi sonda da deyim ki, əzizlər, bəzən deyirlər, elə bilirlər, sünni ayrı cür namaz qılır, şiə ayrı cür namaz qılır. Xeyr, namazlar hamısında eynidir, hamısının rükusu var, qiyamı var, səcdəsi var, təşəhhüdü var. Sadəcə bəzi detallar var ki, onlar da ki, fərqlər, məsələn, kimsə deyir ki, mənə görə bu sünnət, müstəhəbdir. Fərzdə, əsasda, sütunda, sünni ilə şiədə heç bir fərqi yoxdur. Məsələn, əhl-i sünnə deyir ki, şiələr kimi namaz qılqına namazın düzdür. Heç bir maniyəsi yoxdur. Həm bəzi şeylər görürsən, bu müstəhəbdir, bu sünnədir, budur. Yoxsa elə bilərlər ki, sünni bir başqa cür namaz qılır. Məsələn, 4 qılmır, 7 qılır və ya şiə 4 qılmır, 1 qılır. Yəni, belə şeylər yoxdur. Onlar sadəcə bəzən savadsız insanların sözləri də özünür. Fərəziyyələrdən biri də budur ki, şiənin yeni Quranı var. Bəli, bəli. O bir tələbə də elə eləmişdi. Gələn kimi, məsələn, şiə məmləkətinə deyir, ilk işim oldu, qaçdım, dükandan dedim, mənə Quran verin. Baxdım, bir neçə gördüm, qardaş, bu bizdəki hafizdir, özüdəki fərqlənmir. Bunlar hamısı kənardan İslam düşmənlərinin uydurduğu şeylərdir. Özünüzə yaxşı baxın. Sağ olun.